Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında Azermirror MMC-nin güzgü vərəqələrinin istehsalı zavodunun açılışında iştirak etdi. İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə dövlətimizin başçısına ölkəmizdə yaradılmış sənaye zonaları və Sumqayıt Sənaye Parkının fəaliyyəti barədə məlumat verdi. Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın yatırılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir. Respublikanın müxtəlif regionlarında sənaye parkları və sənaye məhəllələrinin yaradılması, orada sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədi ilə ölkədə reallaşdırılan uğurlu sənayeleşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsal səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən Araz vadisi iqtisadi zonası daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir. Qeyd edək ki, ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir. Layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür. Azermirror MMC-nin təsisçisi Rüstəm Abbasov Prezident İlham Əliyevə müəssisə barədə məlumat verdi. Azermirror MMC-yə 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilib. MMC tərəfindən Sənaye Parkının 1 hektar ərazisində güzgü vərəqələrinin istehsalı zavodu tikilib. Burada 30 nəfər daimi işlə təmin olunub. Zavodun illik istehsal gücü 900 min kvadrat metr güzgü vərəqəsidir. Müəssisədə istehsal olunan məhsulların daxili bazarın tələbatını ödəməklə yanaşı ixracı da nəzərdə tutulur. Çin texnologiyası əsasında qurulan layihənin investisiya dəyəri 6,13 milyon manatdır. Müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan biznesinin inkişafı fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb. Sənaye Parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan Azermirror MMC 600 min manat dəyərində vergi və gömrük azad olmasından faydalanır. Azərbaycanda qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmizdə mövcud təbii və iqtisadi resurslardan səmərəli istifadə, innovativ yanaşmaların və qabaqcıl texnologiyaların sənaye istehsalına cəlb edilməsi, yeni sənaye sahələrinin formalaşdırılması, rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir. Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında Bakı Karton və Qutu Fabriki Məhdud Məsuliyyətli Cəmiyyətinin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak etdi.
MMC-nin rəhbəri Kamran Salmanlı dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verdi. 2023-cü ildə Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən Bakı Karton və Qutu Fabriki məhdud məsuliyyətli cəmiyyət tərəfindən parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsi qurulub. Türkiyə və Çin texnologiyasından istifadə edilən zavodun istehsal gücü 55 milyon kvadrat metr karton və qutu tarasıdır. Burada birinci mərhələdə karton və qutu istehsalının, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xam malın təkrar emalının həyata keçirilməsi planlaşdırılır. Məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı ixrac ediləcək. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat dəyərində güzəştli kredit ayrılıb. Burada 64 nəfərlik daimi iş yeri yaradılıb. Sənaye Parkının rezidentlərinə verilən bütün güzəştlərdən yararlanan müəssisə təqribən 1,3 milyon manat dəyərində vergi və gömrük azad olmasından faydalanıb. Sənaye zonalarında sahibkarlığın inkişafını təşviq etmək məqsədi ilə rezidentlər üçün geniş güzəşt və stimullaşdırıcı mexanizmlər tətbiq olunur. Belə ki, rezidentlər dövlət vəsaiti hesabına yaradılmış hazır infrastrukturla qaz, elektrik enerjisi, su, çirkab sularının axıdılması sistemləri, daxili avtomobil və dəmir yolları, eləcə də fiberoptik internet xəttləri ilə təmin edilir. Eyni zamanda rezidentlər 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən, istehsal məqsədi ilə idxal etdikləri texnika, texnoloji avadanlıq və qurğular üzrə əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunur. Prezident İlham Əliyev Sumqayıt Sənaye Parkında NUN MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlini qoydu. NUN MMC-nin təsisçisi Kamran Rzayev yaradılacaq müəssisə barədə dövlətimizin başçısına məlumat verdi. Ötən il Sumqayıt Sənaye Parkının rezidenti statusu verilən bu məhdud məsuliyyətli cəmiyyət tərəfindən reallaşdırılacaq layihəyə uyğun olaraq 1 hektar ərazidə istehsal müəssisəsinin tikintisi nəzərdə tutulub. Almaniya texnologiyasından istifadə ediləcək zavodun illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 tondan çox olacaq. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək. Burada 140 nəfərlik daimi iş yeri yaradılacaq. İnvestisiya həcmi 11,2 milyon manat olan müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat dəyərində güzəştli kreditin ayrılması nəzərdə tutulub. Burada quraşdırılacaq avadanlığın idxal zamanı əlavə dəyər vergisi və gömrük rüsumlarından azad olması planlaşdırılır.